Tənbəllik sağlamlıq üçün faydalıdır. Qısa müddətli tənbəllik və ya bir neçə günlük istirahət sağlamlıq üçün düşündüyümüzdən daha faydalıdır. Bu barədə Tibb elmləri namizədi Perm Politexnik Universitetinin baş elmi işçisi Valeri Litvinov məlumat verib. Onun sözlərinə görə tənbəlliyin iki növü var. Biri həddindən artıq yorğunluq, xəstəlik və enerji çatışmazlığından yaranır. Digəri isə beynin çətin və tez nəticə verməyən işlərdən yayılmaq istəyindən qaynaqlanır. Mütəxəssis bildirib ki, qısa istirahət dövründə beyin toksinlərdən daha effektiv təmizlənir. Sinir riflərinin qoruyucu qişası miyelin bərpa olunur, immun sisteminin fəaliyyəti güclənir. Eyni zamanda stres hormonu olan kortizolun səviyyəsi azalır, həzm sistemi daha yaxşı işləyir və qida maddələrinin həzmi yaxşılaşır. Alimin fikrincə, düzgün planlaşdırılmış tənbəllik motivasiyanı artırır və orqanizmi vaxtından əvvəl qocalmadan qorumağa kömək edir.